Yay mövsümü yaxınlaşdıqca bağ evlərinin kirayə qiyməti də bahalaşır. Xüsusilə çimərliyə yaxın olan ərazilərdə artım daha çox qeydə alınıb. Bu yay mövsümünü bağ evlərində keçirmək istəyənlər xüsusilə diqqətli olsunlar. Çünki ən ucuz yerlərin adları və qiymətləri barədə məlumat verəcəyik. Təxminən bir aydır açılan bağ mövsümü kirayə qiymətlərinin bahalaşması ilə başlayıb. Ölkənin aparıcı daşınmaz əmlak ticarəti şirkətlərindən aldığımız məlumata görə artım 5-7%'dir. Mütəxəssislər deyir ki, kirayə qiymətlərində artım hər il baş verir. Çünki bağ evlərinin kirayəsi hər il bahalaşan torpağın qiymətindən asılıdır. Amma kirayə qiymətinə evin çimərliyə, əyləncə mərkəzlərinə və yola yaxınlığı, həmçinin bağ ərazisində meyvələrin olması da təsir edir. Əvvəl Dəbdə idi Novxanı tərəf, çünki orada təzə akvapark açılmışdı. Novxanı tərəfdə daha çox kirayə tutulurdu bağlar. Amma indi Novxanı tərəf belə desə Dəbdən düşüb. Daha çox Bilgəh tərəf artıq Dəbdədir. Bilgəh, Şüvalan, Mərdəkan bu ərazilər. Bu yay tələbatın azaldığı Novxanda ən ucuz bağı bir mövsümlük, yəni 3 aylıq 1500-2000 manata kirayələmək olar. Bu müddətdə orta səviyyəli evlər 5000-6000 manata başa gəlir. Hazırda daha çox Dəbdə olan Bilgəh və Şuvalanın orta səviyyəli bağlarının 3 aylıq kirayəsi isə 9000-12000 manata başa gələcək. Ekspertlərin proqnozuna görə bağların kirayəsi cüzi də olsa bahalaşmada davam edəcək. Çünki torpaqların qiyməti demək olar ki, hər il artır. Abşeronun bağ ərazilərinə boş torpaqların demək olar ki, qalmadığını nəzərə alsaq, deməli növbəti illərdə kirayə qiymətləri daha böyük sürətlə qalxacaq.